Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə, ATV-lər məhəlləsi deyilən ərazidə, məktəbə yaxın ərazidə, marşrutlara 202, son dayanacağı 92-170 marşrutlarından hardasa 300-400 metr məsafədə Biləcərin yeni massivinin ən gözəl yerlərində, məktəbə yaxın ərazidə, demək, 1.5 sotun içində şəxsi inş olunmuş yarım təmir bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bax, bu evin yan tərəflərinə keçmək mümkündür. Arxasına qədər belə keçməkdir. Evin hər tərəfi açıqdır. Ev sahibi özünə şəxsi inşa etdirib, keyfiyyətli materiallardan, keyfiyyətli armaturlardan istifadə edib. Nəzərinizə çatdırım ki, ev hardasa 10 daş kürsüdə inşa olunub. Bir dənə altını sizə nəzərinizə çatdırım. Gördüyünüz kimi evin, bax bu tikiliş hissəsidir. Gördüyünüz kimi rigellər atılıb, belə kolonlar verilib. Fundamenti vırılıb, 16'lıq armaturlardan istifadə olunub. Bunu nəzərinizə çatdırım ki, evin keyfiyyəti yerindədir. 5.20-dən atmaları atılıb, 40 santidən standart normal atılıb atmaları. Gördüyünüz kimi də rigellərdə göz qabağında, hörmətli izləyicilər. Yəni 40'ın 20 hardasa rigellər atılıb. Belə də böyük belə kolonlar verilib ki, evin dayanacağını yaxşı saxlasın. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Evin demək, uzunluğu 9'un 12'dir. Bu zirzəmi hissəsidir. Demək, buradan da ev sahibi qaraj yerdə qoyub. Yəni, rahat buranı açıb qaraj kimi də istifadə edə bilərsiniz. Sadəcə ev sahibi hələ ki belə saxlayıb. Müəyyən səbəblərə görə pul lazım olduğu üçün ev sahibi evi satışa çıxardası oldu. Keçən də evin proyekti ilə tanış olağın. Ev 4 otaqlıdır. Buradan qalxırıq yuxarı. Qalxan kimi sağ tərəfdə mətbəxdir. Gördüyünüz kimi. Bura qonaq otağıdır. Çonupolları vırıb ev sahibi, yəni atıb. Ev sahibi o açıpanlarını alıb qoyub burada. Gördüyünüz kimi. Ağartdan çıxıb. Sağda uşaq otağıdır. Hardasa təxmini 9-10-11 kvadrat olar. Demək, burada da yataq otağıdır. Hardasa 18-20 kvadrat olar. Evin bütün pəncərələrindən tam rahat işə düşür. Pəncərələri də gördüyünüz kimi ən bahalı pəncərələrdən istifadə edib. Ev sahibi, yəni özü üçün tikdiyinə görə keyfiyyətli materiallardan istifadə edib. Hamam, sanitar qovşağı ayrı-ayrıdır. Burada da yenə bir dənə yataq otağıdır, gördüyünüz kimi. Evin məsafəsi də başqa evlərdən gördüyünüz kimi aralıdır. Yəni, yaxınlığı yoxdur, heç bir maneə törətmir. Burası sanitar qovşağı. Burada gördüyünüz kimi hamamdır. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bax, bu evin yerdə yaxşıdır. Demək, işığı ilə suyun şotçiki ev sahibi alıb, bunu nəzərinizə çatdırım. Bir dənə qazı qalıb, onu da indi yoluna qoymaq mümkündür. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın zəng vuran zaman. Evin qiyməti də 95.000 bələdiyyə sənədi də, yəni arxivli sənəddir. 95.000 start qiymətdir. Real alıcı olsa endirimi birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə ev sahibi deyəcək. Hörmətli izləyicilər, bundan sonra 15.000 hardasa xərci var. Qoylap olsun ən yaxşı keyfiyyətli 20.000-dən. Yenə də bazara uyğundur. Yəni, bunu nəzərinizə çatdırım ki, yəni qiyməti yerinə görə də məktəbə, bağçaya, marşrutlara yaxın ərazidə yerləşir, nəmişlik olmayan ərazidə yerləşir. Qiyməti 95.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz, son sözdə ev sahibi deyəcək. Sona qədər